Salam hər kəsə. Bugünkü dərsimizdə Sonoff relay modullarının Evelyn-ə əlavə edilməsi ilə bağlı söhbət açacağıq. Əvvəlcə relay nədir? Bu suala cavab verək. Relay terminoloji olaraq qeyd etsək, elektromaqnit açardır və ağıllı ev sistemlərində xüsusən işıqları idarə etməyə, yandırıb söndürməyə xidmət edən bir cihaz kimi istifadə olunur. Hal-hazırda mənim əlimdə Sonoff brendinə məxsus 2 daha çox istifadə olunan, yəni məşhur relay modulu var ki, bunlar Mini R4 və Mini D relay modullarıdır. Həm də bugünkü dərsimizin mövzusu relay modullarında yaş və quru kontakt anlayışını bir-birindən ayırd etməkdir. Əvvəlcə gəlin modulların özünün fiziki ölçülərinə diqqət eləyək. Daha sonra isə üzərində hansı kontakt nöqtələri var, onlar haqqında danışaq. Bu modul Mini R4 relay moduludur. Kitabçada isə müəyyən texniki detallar qeyd edilib. Bir kanallı relay modulu yaş kontaktlı bir relay moduludur. Yaş kontaktı olması haqqında ümumi danışmamışdan öncə bu relayın üzərində hansı kontakt nöqtələri var, onlar haqqında qeyd edeyim. L-input faza girişi, yəni relayın özünü qidalandırmaq üçün olan faza girişidir. Sol tərəfdə olan 2 dənə gördüyünüz hissə isə N, yəni neytral xətləri qoşulmaq üçün istifadə olunan yuvalardır ki, bunlar ümumi modulun qidalanmasını təşkil edirlər. L-out relaynin çıxış kanalıdır, yəni hansısa bir yükü idarə etmək üçün həmin yükün qoşulacağı ayaq, kabel gəlib məhz L-out çıxışına birləşir və nəticədə biz relay modulu vasitəsilə həmin yükü idarə etmiş oluruq. S1 və S2 isə açar girişləridir, elektrik açarı girişidir ki, biz fiziki qoşulma ilə lazım olanda bu formada da relay modulunu istifadə edib işlədə bilərik. Relay modulunun üzərində L-out yazısı görünürsə, artıq aydın məsələdir ki, bu yaş kontakt relay modulu hesab olunur. Yaş kontakt dedikdə həmin relaynin çıxışında artıq gərginliyin mövcud olması anlamındadır. Yəni biz modulu enerji ilə təmin etdikdə və relayni qapadıqda nəticədə həmin çıxışda artıq 220 volt var anlamına gəlir. Relay açıldıqda isə 220 volt kəsilir və bu xüsusilə lampa, qızdırıcı və birbaşa 220 voltla işləyən avadanlıqlar, yüklər üçün istifadə olunan bir relay moduludur. Bu modul isə Mini D quru kontaktlı relay moduludur. Bu relay modulunda qidalandırdıqdan sonra artıq onu idarə edərkən çıxışında gərginlik mövcud deyil. Yəni sadəcə olaraq relay kontaktı açıb bağlayır. Çıxışda hər hansısa bir gərginliyin olması isə bizim kənardan verəcəyimiz qida mənbəyindən asılı olaraq dəyişə bilər ki, bunu da irəliləyən dərslərdə praktiki nümunələrlə izah edəcəyik. Üzərində olan COM, NO və NC relay modulunun quru kontakt çıxışlarıdır. COM, common sözündəndir, ortaq. NO, normal open, yəni normalda açıq. NC isə normal close, yəni normalda qapalı kontaktlar anlamına gəlir. Qoşulma cüt formada reallaşır. Ya COM və NO xətləri ilə hər hansı bir yükə qoşulur, ya da COM və NC xətləri ilə yükə qoşulma həyata keçirilir ki, vəziyyətə uyğun olaraq normalda açıq ya da normalda qapalı formanı görmüş olur. İşıqlandırma baxımından ağıllı ev sistemlərində ən çox istifadə olunan Sonoff məhsulu kimi Mini R4 istifadə olunur. Bu Mini R4 kiçik ölçüsünə və xüsusən yaş kontakt çıxışlı bir relay modulu olduğuna görə ən çox divarda açar, elektrik açarı arxası tətbiqlərdə istifadə edilir. Biz də bunu masaüstü qoşulmasını həyata keçirərək idarə etmənin necə olduğunu aydınlaşdıracağıq. Sonoff məhsullarını qutusundan çıxardıqda məhsulun özü ilə bir yerdə belə bir texniki məlumat kitabçası çıxır ki, burada xüsusilə qoşulma, elektriki qoşulma zamanı avtomatdan və ya ümumi şəbəkədən gərginliyi ayırmaqla bağlı məlumatlar yer alır. Həmçinin gördüyünüz kimi relay moduluna elektriki qoşulma, giriş, çıxış, açar qoşulması və s. necədir? Hamısı ətraflı şəkildə yer almaqdadır. Bundan başqa axırıncı səhifələrdə məhsulun Evelyn-ə əlavə edilməsi, düymənin neçə saniyə basılı saxlanılması və s. addım-ba-addım qeyd edilib. Üzərində olan kontaktlara bir daha diqqət yetirsək, L-input faza girişidir. N ilə göstərilənlər neytral xətləridir ki, bunların qoşulma zamanı hansısa birinə
neytral xəttini qoşmağını soldakına ya sağdakına fərq eləməz. Zaten modulun içərisində bunlar plata üzərində ortaq şəkildə qoşulublar. Yəni soldakına və ya sağdakına qoşmağınızın heç bir fərqi yoxdur. L-out'a isə yük qoşulur. Yəni lampanın bir ayağı L-out'a, digər ayağı isə yerdə qalan neytral xəttinə qoşula bilər. S1, S2 ayaqlarına isə elektrik açarı qoşularaq fiziki idarə etməni həyata keçirilir. Fərz eləyək ki, siz evinizdə olan işıqları bu Mini R4 vasitəsilə idarə etmək istəyirsiniz və divarda olan o elektrik yuvasının qutusu ki var, biz ona rus dilində korobka deyirik. Bu formadadır və mən masaüstü qoşulmalarla bunu indi izah edəcəm. Relé modulunun gördüyünüz kimi ölçüsü çox kiçik olduğuna görə rahat şəkildə bu qutunun içərisində yerləşir. Hətta deyərdim ki, 2-3 relé modulunu da paralel və yaxud da köndələn formada bunun içərisində yerləşdirə bilərsiniz ki, bir neçə qrup işıqları eyni yerdən idarə etməyə sizə kömək eləyəcək. Gördüyünüz kimi həqiqətən də çox kiçik ölçüyə malikdir. Bu gördüyünüz elektrik açarı isə üst tərəfdən Mini R4-ün S1, S2 girişlərinə bağlanacaq ki, fiziki idarə etməni həyata keçirdəcək. İndi mən hələ ki arxadakı dəlikləri açmadığıma görə rahat şəkildə kabelləşmə oturuşmur. Birazdan bunu da fiziki olaraq qoşub sizə göstərəcəm. Əlimdə olan elektrik açarı ikili açardır. Gərək olarsa bu Mini R4-ü açarların hansısa birinə qoşub həm fiziki idarə etməni həyata keçirdə bilərik, həm də telefondan on-off formasında idarə edə bilərik. Son-off modullarının qoşulmasını həyata keçirtməmişdən qabaq mütləq kabelləşmədən öncə elektrik təhlükəsizliyinə diqqət eləyin. Avtomatdan əvvəlcə və yaxud da ki şəbəkədən gərginliyi ayırın, qoşulmanı həyata keçirdin, daha sonra gərginliyi verin. Mən burada qoşulma üçün gördüyünüz belə bir Uniliteldən istifadə edirəm ki, elektrik paylayıcısı olaraq. Gördüyünüz kimi hazır bir elektrik çəngəli var ki, uclarında faza və neytral xəttləridir. Bunları qoşacağam və son olaraq bütün işləri yerinə yetirib tamamladıqdan sonra elektrik yuvasına taxıb testləri həyata keçirəcəm. Qoşulma zamanı tam real effekt yaratsın deyə bu qutuda arxada olan iki gözlükləri, nöqtələri açacağam. Elektrik kabellərini oradan keçirdib relé moduluna elektrik bağlantısını həyata keçirəcəm. Qoşulma üçün ilk öncə arxadan bu kabelləri keçirdirəm. Gördüyünüz kimi iki rəng kabel var, qəhvəyi rəng və mavi rəng. Bunların dəqiq olaraq faza və neytral hansıdır müəyyənləşdirmək olar indikator, qələm indikator vasitəsilə. Sadəcə olaraq o qədər də ciddi əhəmiyyəti yoxdur. Şərti olaraq deyək ki, qəhvəyi rəng faza, göy rəngi isə neytral xəttidir. Bu qəhvəyi rəngdə olan kabeli L-input yuvasına, neytral xətti isə N yuvasına birləşdirəcəm. Faza və neytral xəttləri gördüyünüz kimi L-input və N yuvalarına qoşuldu. Artıq 220-ni verə bilərəm. Gördüyünüz kimi relé modulunun üzərində LED indikator yanıb sönür ki, relənin enerji ilə təmin edilməsi anlamına gəlir. Gördüyünüz kimi bu LED indikator müəyyən bir tezlikdə yanıb sönür. Əgər LED indikator 2 dəfə tez-tez, bir dəfə gec yanıb sönürsə, bu artıq pairing mode, yəni mobil tətbiqə qoşulma rejiminə keçdiyini göstərir. Artıq mən Evolink-i açıram və bu relé modulunu Evolink-ə əlavə eləyəcəm. Sağ yuxarıda plus işarəsinə klikləyirəm. Add device eləyirəm. Burada Wi-Fi-ın adı və şifrəsi çıxır. Keçən dəfəki qoşulmalardan Remember Password etdikdə avtomatik olaraq tanıyır. Yalnız 2.4 GHz qoşulması mümkündür. Next edirəm və Bluetooth-u aktivləşdirməyə icazə verirəm. Belə olduqda yaxınlıqda olan cihazları axtarır. Sonoff Mini R4 cihaz var. Plus işarəsinə klikləyirəm. Next əmrinə vururam. Down etdikdə artıq cihaz qoşulmuş vəziyyətdədir. İndi isə relé modulunun çıxışına yük qoşaq, bir lampanı qoşacağam. Əlbəttə ki, elektrik gərginliyini ayırmadan da qoşmaq mümkündür. Yəni vintləri açıb lampanı o yuvaya yerləşdirmək olar, amma istənilən halda təhlükəsizlik texnikasına riayət eləmək baxımından mən əvvəlcə gərginliyi ayırıram, ümumi enerjini kəsirəm, daha sonra lampanı qoşduqdan sonra gərginliyi yenidən təmin edəcəm.
Lampa qütbsüz olduğu üçün, yəni hansı ayağın fazaya, hansının neytrala qoşulması o qədər də ciddi əhəmiyyət daşımadığına görə burada qırmızı kabeldən göstərilən hissəni L-out-a, mavi kabeli isə N, yəni neytral yuvasına qoşacağam. Modulu yenidən enerji ilə təmin edirəm. Üzərində olan düymə ilə də yandırıb söndürmək mümkündür. Eyni zamanda planşetdə Evolink tətbiqini açıram. Burada sağ tərəfdə olan açar variantı ki var. Buna kliklədikdə, keçən dərslərimizdən artıq sizə bəllidir, lampanı yandırır, aktivləşdirir. Bir dəfə kliklədikdə isə söndürür. Başqa formada isə modulun adına keçid edərək içərisindən olan yandırıb söndürmə ikonu simgəsi vasitəsilə ona kliklədikdə də yandırıb söndürə bilirəm. Burada digər funksionallıqlar var ki, irəliləyən dərslərdə də hansının nə funksiyanı icra edəcəyinə dair məlumat verəcəm. Bəs elektrik açarı relé moduluna necə qoşulacaq və bu qutuda necə yerləşdiriləcək ki, lazım olarsa istifadəçi həm də mexaniki olaraq işıqları yandırıb söndürə bilsin. Uyğun olaraq bu kabellər relé modulunun üzərindəki S1 və S2 girişlərinə qoşulacaq. Yəni hər dəfə biz açara kliklədikdə bu S1, S2 girişlərində heç bir gərginlik olmur. Yəni kənardan, xaricdən heç bir gərginlik tətbiq eləmirik. Hər dəfə açara kliklədikdə, yandırıb söndürdükdə çıxışdakı lampanı da yandırıb söndürmüş olur. Başqa bir variant da mövcuddur. Bu variant da belədir ki, bayaq texniki kitabçada gördüyünüz kimi açarın bir ayağı fazaya qoşulur, digər ayağı isə S1 ya da S2 ayağına qoşulur ki, faza vasitəsilə də biz relé modulunu idarə edə bilirik. Amma mən dediyim kimi elektrik açarını yalnız sadəcə S1, S2-yə qoşaraq o kontaktları qısa qapayaraq yandırıb söndürməni həyata keçirdirəm. Mən indi şərti olaraq bu qutunun üzərinə yerləşdirdim. Bəlli məsələdir ki, divarda hazır şəkildə yerləşdirəndə qutunun içərisinə elektrik kabellərini nisbətən qısaltmaq, relé modulunu orada sabit şəkildə, səliqəli formada yerləşdirmək də mümkündür ki, sonradan bu elektrik açarını üst təbəqəyə bağlayanda heç bir çətinliklə qarşılaşmayaq. Gördüyünüz kimi sol tərəfdəki açara kliklədikdə hər dəfəsində LED-i yandırır və söndürür. Bu relé moduluna verilən impulsa görə reləni yandırıb söndürə bilir. Bəlli məsələdir ki, paralel olaraq da biz telefon vasitəsilə də reləni yandırıb söndürə bilərik. Növbəti videolarda görüşmək ümidi ilə. Sağ olun.